Paytaxt ərazisində yerləşən avtobus zolaqlarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin, avtobusların fasiləsiz, intensiv və təhlükəsiz hərəkətinin təşkili məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət profilaktik işlər davam etdirilir. Avtobus zolağına daxil olan avtomobillər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülüb. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində tədbirlərimiz həyata keçirilir. Nəzərə almaq lazımdır ki, həmin zolaq sizlərin hərəkəti üçün nəzərdə tutulur və həmin zolağa daxil olduğunuz təqdirdə inzibati məsuliyyət yaranır. Zolaqlar üzrə hərəkət üstünlüyünə malik avtobuslarda olan vətəndaşları gecikdirən halların aradan qaldırılması üzrə inzibati tənbih tədbirləri ilə yanaşı təbliğat maarifləndirmə işi təşkil olunub. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün ayrılmış avtobus zolağına daxil olmaqla onların hərəkətini ləngidirsiniz və avtobusda yüzlərlə vətəndaşın mənzil başına rahat, təhlükəsiz, vaxtında çatmasında müəyyən çətinliklər yaradırsınız. Tədbirlərdə avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilib. Etdikləri qanun pozuntusunun digər vətəndaşlarımıza yaratdığı çətinliklər izah olunmaqla bu halın yüzlərlə vətəndaşın gecikməsinə və hərəkət intensivliyinə təsir etdiyi onların diqqətinə çatdırılıb. Məqsədimiz avtobus zolaqlarında ictimai nəqliyyatın tam fasiləsiz, maneəsiz hərəkət təmin etmək. Xəbərdarlıqda vurğulanıb ki, ictimai nəqliyyatdan istifadə edən şəxslərə hörmətlə yanaşmalıdır. Qaydalara əməl etmək şəhərin nəqliyyat şəbəkəsində hər bir sürücünün əsas vərdişi, davranışı və intizamı olmalıdır.